La tərfəu əsvatakum fawqa savtin nəbi. Səsinizi onun səsindən uca tutmayın. Bəzi insanlar var, görürsən, uca səslə danışır. Ayə deyir ki, onun yanında uca səslə danışma. Sənin səsin onun səsi uca olmamalıdır. Uca səslə danışma biraz problem olur. Bütün məclislərdə belədir. Bəzi məclislərdə həddindən artıq bu şey çox yayılır. Görürsən, hamı bərkdən danışır, uca səslə danışır. Buradan ora çağırır, oradan söhbət edir, iqamə verilib, onu əl eləyir və s. və ilaxır. Bu şeylər yığışdırmaq lazımdır, qardaşlar. Məclislər mübarək yerlərdir. Məclislər Allahın evi adlanır, görürsən. Sən də Allahın evinə gəlmisənsə, qardaşım, orada özünü necə aparmalısan? Allahdan qorxaraq, təzim edərək, uca tutaraq. Bizdən kiminsə evinə gedəndə 10 nəfər hamı səsküylə danışsa, ev sahibinin xoşuna gəlməyəcək. Düzdür, qardaş, səssiz götürüb aləmi. Ən azından necə qardaş qonşu eşidir, biraz yavaş danışır. Xoşuna gəlmir, sən Allahın evindəsənsə, deməli necə olmalısan? Daha sükunətli gəlməlisən. Düzdürmü? Təzim edərək, ucaldaraq, çünki Allahın evinə gəlmirsən, Allaha təzimləndir. Ona görə məclislərdə uca səslə danışmaq, qardaşlar, yaxşı şey deyil. Görürsən, bu məclisə girirsən, elə bilirsən ki, bazardasan. Həqiqətən. Allah bizləri islah eləsin.